Bu bizim TenSiEMS müstəmləkə cihazımızdır, hansı ki, iki məqsədlə istifadə olunur. TENS o deməkdir ki, dəriüstü, EMS isə o deməkdir ki, əzələ. Yəni biri dəriüstü elektrik stimulyasiyası eləyir, digəri isə əzələ stimulyasiyası eləyir. Yəni məqsədi top ötürməkdir. Qutunun içərisini çıxarmaq, cihazın hələlik özünü qoyuram burağa. Bunlar hal-hazırda sterilizə olunmuş vəziyyətdədir. Müstəmləkə kimidir. Plus-minus girişləri var. Eyni qaydada hamısı bu vəziyyətdədir. İnstruksiya manual məlumatlar. Cihazın özü buradadır. Cihaz batareyka ilə istifadə olunur. Arxasında 4 dənə batareykası var. Və üzərində müstəmləkə tipli 2 plus-minus başlığı aparatın öz üzərinə taxılır. Bir hissəsidir. Bu isə digər hissəsidir. Və bunların üzərinə də bildiyimiz qaydada nasatkalar taxılır. Bu isə zərətka yeridir. Zərətka yeri buradadır. Üzəri bağlıdır. Çıxardırsınız, zərətka yeri çıxır buradan. Type-C standart.